Salam. Bugünkü mövzularımızdan biri də saydır. Sifət əşyanın əlamətini bildirir. İsim əşyanın adını bildirir. Say isə əşyanın miqdarını və sırasını bildirən əsas nitq hissəsidir. Say neçə, nə qədər və neçənci suallarından birinə cavab verir. Sifət və say həmişə əşya ilə bərabər işlənir. Yəni əşya dedikdə isim nəzərdə tutulur. Sifət və sayın oxşar cəhətləri var. Oxşar cəhətləri nədir? Əşya ilə bərabər işlənməsi, quruca sadə, düzəltmə, mürəkkəb olmaları və oxşar cəhətləridir. Fərqli cəhətləri nədir? Fərqli cəhətləri sifət əşyanın əlamət və keyfiyyətini bildirir. Say isə əşyanın miqdarını və sırasını bildirir. Saylar əsasən sayın özündən düzəlir və əsasən milli olur. Düzəltmə sifətlər isə əsasən digər nitq hissələrindən düzələ bilir. Say qurluqca 3 cür olur. Sadə, düzəltmə və mürəkkəb. Sadə saylar nədir? Bir kökdən ibarət olan sözlərə sadə saylar deyilir. Məsələn, yazıram burada 5. Bir kökdən ibarət olur. 5. Bir kökdən ibarətdir. Demək nədir? Sadə saydır. Düzəltmə sayları nədir? Sayların üzərinə ıncı üstü 4 şəkilçisi, larca, larla şəkilçisi, artırmaqla, bir də acıq şəkilçisi ola bilər. Məsələn, az-acıq ola bilər. Düzəltmə sayları əsasən bu şəkilçilər vasitəsilə düzəlir. Mürəkkəb saylar nədir? İki sözün birləşməsindən əmələ gəlir. Digər nitq hissələrindən fərqli olaraq saylar ayrı və defislə yazılır. Bitişik yazılan sayımız yoxdur. Saylar mənaca iki yerə bölünür. Həmişə səhv sanılan mövzulardan biridir. Burada bu diqqətlə çatdırmaq istəyirəm. Yəni, uşaqlara deyən kimi say neçə yerə bölünür? Deyirlər, müəllim, saylar 3 yerə bölünür. Müəyyən miqdar saylar, qeyri-müəyyən miqdar saylar, kəsr sayları və kəsr sayları. Xeyr, saylar mənaca 2 yerə bölünür. Miqdar sayları və sıra sayları. Demək, saylar mənaca neçə yerə bölünür? 2 yerə. Miqdar sayları və sıra sayları. Miqdar sayı özü 3 yerə bölünür. Müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları və kəsr sayları. Demək, nə öyrəndik? Öyrəndik ki, saylar mənaca 2 yerə bölünür. Hansılardır? Miqdar sayları və sıra sayları. Miqdar sayları da özü 3 yerə bölünür. Müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları və kəsr sayları. Gəlin, indi müəyyən miqdar sayı nədir? Qeyri-müəyyən miqdar sayları nədir? Və kəsr sayları haqqında sizə məlumat verək. Müəyyən miqdar sayı nədir? Müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirir. Neçə və nə qədər suallarından birinə cavab verir. Müəyyən miqdar sayından sonra gələn isimlər həmişə təkdə işlənir. Qurluqca sadə və mürəkkəb olur. Nə deməkdir? Bundan sonra gələn isimlər həmişə təşlənir. Məsələn, deyirəm 5 adam. 5 adam. Lüfəmizi təmizləyək. Məsələn, 5 adam. Adamın isimdir. Dedik ki, müəyyən miqdar sayından sonra gələn isimlər təşlənişdir. 5 adam yazmalıyıq. Qrammatik, əgər biz buna 5 adamlar desək, dilimizin qrammatik norması pozulacaq. Yəni, dilimizin qayda qanunları pozulacaq. Olmaz. Nə olacaq? Tək də işlənməlidir. Demək, müəyyən miqdar sayıları nə oldu? Əşyanın konkret miqdarını bildirdi. Özündən sonra gələn isimlər həmişə təkdə işlənir. Neçə və nə qədər suallarından birinə cavab verir. Qurluqca sadə və mürəkkəb olur. Dilimizdə 23 müəyyən miqdar sayları vardır. Qeyri-müəyyən miqdar sayları nədir? Qeyri-müəyyən miqdar sayları əşyanın təqribi təxmini miqdarını bildirir. Nə qədər sualına cavab verir. Qurluqca sadə ola bilər, düzəltmə ola bilər və mürəkkəb ola bilər. Qeyri-müəyyən miqdar sayları az, çox, bir qədər, onlarca, yüzlərcə, 5-6 tipli
təqribi, təxmini saylar da bura daxildir. Bax, qeyri-müəyyən miqdar saylarının təkdə və cəmdə işlənməsinə aid nümunələr var. Biz dedik ki, müəyyən miqdar sayından sonra gələn isimlər nədə işlənir? Təkdə işlənir. Burada dedik. Amma qeyri-müəyyən miqdar sayından sonra gələn isimlər təkdə də işlənə bilər, cəmdə də işlənə bilər. Gəlin, baxalım, görək. Hansı isim saylardan sonra gələn isimlər təkdə işlənəcək, hansı saylardan sonra gələn isimlər təkdə və cəmdə işlənəcək, hansı qeyri-müəyyən miqdar sayından sonra gələn isimlər həmişə təkdə işlənəcək, yazmışam bura. Demək, yadınızda saxlayın, bir sıra və bir çox sayından sonra gələn isimlər həmişə cəmdə işlənir. Necə oldu? Bir sıra və bir çox sayından sonra gələn isimlər həmişə cəmdə işlənir. Məsələn, yazmışam bir sıra məsələlər. Əgər bu bir sıra məsələ yazılsa, dilimizin qayda qanunları pozulmuş hesab olunacaq. Çünki dedik ki, bir sıra, bir çox sayından sonra gələn isimlər həmişə cəmdə işlənir. Çox, onlarca, yüzlərlə, minlərcə, çoxlu, bu tipli saylardan sonra gələn isimlər həm təkdə, həm cəmdə işlənə bilər. Yadınıza saxlayın, larca və larla şəkilçisi qəbul etmiş saylardan sonra gələn isimlər həm təkdə, həm cəmdə işlənəcək. Məsələn, deyirəm, məsələn, nə yazaq? Yazaq, çox adam və yaxud da biz çox adamlarda yaza bilərik. Həm təkdə işlənə bilər, həm cəmdə işlənə bilər. Qalan qeyri-müəyyən miqdar saylar isə təkdə işlənir. Hansılar da olar? Azdır, bir qədərdir, 5-6 tipli təqribi, təxmini saylardan sonra gələn isimlər təkdə işlənir. Demək, necə? Bir dənə də ətraflı baxalım. Dedik ki, bir sıra, bir çox sayından sonra gələn isimlər həmişə cəmdə işlənir. Çox, çoxlu, onlarca, yüzlərlə, minlərcə tipli saylarından sonra gələn isimlər həm təkdə, həm cəmdə işlənə bilər. Nümunələr göstərdik. Bir qədər, az, 5-6 tipli saydan sonra gələn isimlər, yəni yerdə qalan digər qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər həmişə təkdə işlənir. İndi yerdə nə qaldı? Kəsr sayları. Kəsr sayları nədir? Kəsr sayları hissə və tam hissəni bildirir. Demək, necə olur? Hissə və tam hissəni bildirir. Daha çox sayların üzərinə yerli kal şəkilçisi artırmaqla əmələ gəlir. Quruluşsa mürəkkəb olur. Məsələn, yazıram 5-də 1. Bunu çıxışlı xal şəklində yaza bilərəm. 5-dən 1 şəklində. Daha çox hissə və tam hissəni bildirir. Yəni, kəsr sayları biz riyaziyyat dərsliyində kəsirdik. Yəni, kəsr necə olursa, eynən Azərbaycan dilində eynidir. Kəsr sayları hissə və tam hissəni bildirir. Qurutsa mürəkkəb olur. Yerdə nə qaldı? Sıra sayları. Sıra sayları nədir uşaqlar? Əşyanın sırasını bildirir. Demək, sıra sayları nə oldu? Əşyanın sırasını bildirir. Əşyanın sırasını bildirir. Hansı və neçənci suallarına cavab verir? Demək, sıra sayları nə oldu? Sıra sayları. Sayları. Neçənci və hansı sualına cavab verir? Neçənci və hansı suallarına cavab verir? Baxın, burada hansı sualı bizə harda qarşımıza çıxıb? Sifət. Sifət necə nədir? Hansı suallarından birinə cavab verir? Testlərimizdə bəzən soruşur ki, sayın hansı məna növüdür ki, sifətə daha yaxındır? Biz sıra saylarını seçəcəyik. Sıra sayları quruluşca düzəltmə və mürəkkəb olur. Daha çox ıncı şəkilçi vasitəsilə, ıncı üstü 4 şəkilçi vasitəsilə düzəlir. Məsələn, yazıram 5 inci altıncı ıncı şəkilçi vasitəsilə düzəlir. Samitlə bitən sözlərdə ıncı şəklində, saitlə bitən sözlərdə isə nıcı şəklində göstərilir. Sıra sayları həm rəqəmlərlə, həm hərflərlə, həm sözlərlə yazıla bilər. Həm Rum rəqəmləri ilə ifadə olunur, həm ərəb rəqəmlərinin ifadə oluna bilər. 7 Rum rəqəmi var, yəni Roma rəqəmləri nəzərdə tuturam. Ondan sonra gələn saylar şəkilçi qəbul etmir. Məsələn, belə yazaq. Yazıram 10-cu sinif.
Ondan sonra mən rahatlıqla bir şəkilçi artıra bilirəm. Amma Roma rəqəmlərini yazanda su şəkilçisi yazılmayacaq. Yazacağam elə 10-cu sinif. Sıra sayılarından sonra gələn isimlər həm təkdə, həm cəmdə işlənə bilər. Say haqqında bu qədər məlumat.